Özümə bir aparat almışkən, dedim sizə də bir video çəkim. Ekranda gördüyünüz aparat qan dövranı stimulatoru GETS aparatıdır. Bir çox insana maraqlıdır ki, bəs bunun sertifikatı, rəsmiliyi varmı? Burada da görə bilərsiniz, hər bir rəsmi ştampovkası, sertifikatı da üzərində var. İndi sizə bir videoda da ətraflı şəkildə məlumat verəcəm ki, ümumiyyətlə bu aparat necə istifadə olunur və hansı funksiyaları var. Gördüyünüz kimi bu aparatın pultudur. Ümumiyyətcə 15 dəqiqə bu aparatın üzərində dayanmaq 5 kilometr asta qaçışa bərabərdir. Üzərində 2 dənə funksiyası var. Aşağı rejim və yüksək rejimdir. Kim ki ilk başlarda bunu istifadə eləməyə başlayıbdır, məsləhət görürəm ki, ilk öncə aşağı rejimdə 5 dəqiqə istifadə eləsin. Daha sonra da isə yüksək rejimdə istifadə eləyə bilər. Bu da aparatın real versiyasıdır, əziz dostlar. Gördüyünüz kimi üzərində akupunktur nöqtələri var ki, siz bunun üzərində 15 dəqiqə dayanaraq 5 kilometr asta qaçışa bərabərdir. Ümumiyyətcə bir çox problemlər var ki, onların mütləq vaxtında qarşısını almağa kömək eləyəcəkdir.